Salam aleyküm əziz və hörmətli dostlar. Xoş gördük. Bu günləri də bir səfər çalışacağım, heç olmasa bu kitabdan oxuyayım. Kitabımızın adı Sümürgəçinin portresi və sümürgələşdirənlərin portresidir. Yazan Albert Məmi Tuneslidir. Fransa müstəmirəsindən çıxandan savaşında, müstəmirə savaşından Qurtuluş Savaşı əslində. Qurtuluş Savaşından çıxanda bu kitabı yazıbdır. Kitabın 92-ci səhifənin axirimci, öz istəyirəm, 2-ci bəndinin axirimci sətrindəydik ki, dünən vaxtımız qutardı. Oradan davam edirik. Dedi ki, bu konuda olumsuz mənada lirik halə gəlir. Dedik ki, deyir ki, bunları məsxərə elərlər, coş deyərlər, gülərlər və taza bir şeylər yaradarlar. Deyir, bu lirik, ədəbi bir hal. Lirik bilirsiniz, ədəbiyyatda bir şeydir, şeirdə bir gülməcə halətdə bir şeir deməkdir, tənz deyirlər İranda. Halə gəlir. Sümürgə insanını mən yenə burada itirdim. Sümürgə insanı ayağının altındakı otu yetişdirəməz. Deyir ki, təhqir üçün deyir ki, ayağın altındakı ot bitir ha öz-özünə. Deyir, belə onu qoymaz, bu aradan aparar. Sümürgə insanları, yəni müstəmirə insanları. Bırakın ağacı. Harada qalsın ki, ağac bunlar bitirələr. Ayağının altındakı göy-göyərəntini aradan aparan bir millət necə eləyə bilər ağac becərsin? Ağac nə ki? Ağac nə ki? Yəni ağacı yetirə bilməzlər. Yəni. Bir okaliptus. Okaliptus bir ağacdır ki, bu şeydə quruluq yerlərdə bitir, ehtimalən ona görə deyir. Deyir, bir okaliptus 100 yıllıq bir Amerikanın meşəsi. Deyir ki, Amerikada okaliptus meşəsi var, 100 illik məsələn. Deyir, yəni onlar aradan aparmayıblar. Fikir eləyin ki, məsələn, okaliptusun yerinə beləsi deyək. Biz türkcə deyirik ki, qaynana dili, gülü. Bilirsiniz, bu o qaynana dili dediyimiz bir şey quraqlıqda yetişər, susuzluq yerlərdə yetişər. Azərbaycanın da bir çox bölgələrində yetişə bilər. Cəlibdir, bunu Antalyada, Türkiyənin Antalyasında, parçalarda da əkirlər. Bu meyvə gətirir, gül verir və meyvə gətirir. Meyvəsini də çox yeməlidir, Kanadada, Amerikada da satırlar. Bəzən biri $1 qalxır. Ucuz vaxtda, məsələn, deyək, indi ucuzdur. Əlan ki, mən sizinlə danışıram, indi ucuzdur. Mən geçən həftə birini aldım 60 sentə məsələn. İkisi $1.20. Buna o gülün qaynana dili armudu deyirlər burada. Hər halda deyir ki, o cür bir şey, məsələn, bunlar saxlayırlar, amma biz orada olsaq onları, nə bilim, indi neynər, Allah bilir. Hər halda. Ağac mı? Soru soruşur. Ağac saxlaya bilər bu dalı qalmış millət? Bu sümürgəçi soruşur. Yox, yox, orman. Deyir ki, yox, ağac saxlaya bilməz, hələ orman saxlar. Yəni, orman meşə. Farsda cəngəl deyirlər. Meşə. Amma sümürgə insanı gerçəkdən tənbəlmi deyə israrla sorulur. Deyir, israrla soruruq ki, əcəba bilirsiniz, aya kəlməsi ki vardı farscadır, sualın əvvəlində, cümlənin əvvəlində gələr cümləli suallar, onun yerinə əcəb sözündən əcəba deyə sual elirlər. Əcəba sümürgə insanı doğrudan, gerçək özü türkcədir, həqiqət, vaqiiyyətin türkcəsidir və onun da daha bir şey bizdə doğrudan tənbəl deyə bunu soruşuruq ki, doğrudan bunlar tənbəldirlərmi? Əcəba bunlar tənbəldirlər bu üçüncü sümürgədə insan, yəni türklər məsələn, tənbəldirlərmi? Doğrusunu söyləmək gərəkirsə, bu soru yanlışdır. Bir doğrusunu desək, bu sorunun özü yanlışdır. Necə ki, sən soruşsan, insan
sümürcə insanları, məsələn, türklər tənbəl millətdilər, ərəblər tənbəl millətdilər, bəluçlar tənbəl millətdilər, türkəmənlər tənbəl millətdilər, qəşqaylar tənbəl millətdilər, lorlar tənbəl millətdilər, ciyləşlər, mazənilər, talişilər, kürdlər tənbəl millətdilər. Deyir, necə sən bunu deyə bilirsən? Mənim nəzərimdən tənbəllikdən çox şeydir. Əlbəttə, tənbəllik mənim nəzərimdə var. Mənim nəzərimdə bu doğrudur. Yəni, bir miqdar doğrudur. Bir çoxluğunda doğrudur. Məsələn, deyək ki, fərz buyurun, bizim kətlərimiz var. Məsələn, mənim kəndim 750 il keçən, 800 il oldu indi, çünki indi mənim 50 yaşıma keçirdi, 57 yaşıma keçir. Keçən 750 ildə bu kənd 3 dəfə dağılıb tikilibdir Tazaşdan. Amma indi belə bunun küçələrinə gedirsə, hər yer palçıq. Adamlar özləri orada məsələn deyərlər ki, ağa gəlin, hamımız məsələn bir həftə, 2 həftə gedək daş gətirək, tökək, burada sındıraq, buranın Türkiyə kimi içinə xiyabanların, küçələrin daş şey eləyək, daş tökək. Mal heyvanlarımızın da lütfən məsələn təbləsin çətdən eşikdə tutaq. Taza evlər bir-biri ilə bir belə arası olmalıdır. Hər evin özünün qabaqda, dalısında, dövrəsində bağçası olmalıdır. Beləliklə kəndimiz abadlaşa. Amma niyə məsələn 1 milyon ildir onların küçələri o cürdür? 1 milyon ildir orada ağac əhmirlər. 1 milyon ildir filandır, bəhmandır. Niyə beliyik bizlər? Birazı sübhdən axşamacan məscidin qabağında, qəfənin qabağında, bizim qəfə yoxdur, amma məscid var. Məsələn, orada ya meydanda, bir yerdə, orada, burada oturub bir-birləri ilə danışacaqdılar qədimkilər. Xanımlar da evdə ev işi görəcəkdılar. İndi ildə 1-2 dəfədə gedəcəkdılar, məsələn, nə bilim, zəmi bişmağa, ya zəmi əhmağa, ya 1-2 nəfər deyirlər, çobanlığa. Qalanı orada bekər 50 fıcı, amma orada kətdə bir iş görmürlər. Bir iş görmürlər. Hətta acısın, bundan acısın deyim. Yəni, məzən görürsünüz ki, dövlət zorla bunlara deyib ki, tualet quyusu qazacaqsınız. Yüzlər il özləri, xanımları gediblər dağda, orada, burada, adamların gözün qabağında oturublar, hacətlərin şey eləyiblər, aparıblar, amma hacətlərin yerinə gətiriblər, amma özlərinə quyu qazıb, burada tualet düzəltməyiblər. İndi ki, mən sizinlə danışıram, tualetlərinin suyun içinə gedirlər, tualet elirlər, pulan elirlər, bəhman elirlər. Bu suyu aşağıda da insanlar içir. Nə olur? Burada bir nəfər məriz olsa, tamam o sudan məsrəf eləyəndə məriz olur. Amma ki, gözləri ilə görürlər, deyirlər, su təmizlik, su mundar götürməz. Su mundar götürməz, yəni çünki gözümüzlə görürük, okey, bu önəm deyil. Amma bunu bilmirlər ki, mərizdirlər. Bu, məncə birazı tənbəllikdən. Çoxu tənbəllikdən. Yəni, mən %60 tənbəllik bilirəm, özüm. Hamı demirəm, amma, məsələn, bizim kətdə 1-2 nəfər özü qazmışdı, tualet düzəltmişdi. Amma sümürcə insanı gerçəkdən tənbəlmi deyə israrla sorulur. Doğrusunu söyləmək gərəkirsə, bu soru yanlışdır. Belə bir soru ki, bunlar tənbəldilər, bu yanlışdır. Bir referans nöqtası, bir referans latincə sözdür, mənbə. Mənbə şeydir, ərəbcədir, onun latincəsi referansıdır. Amma mənbə deyəndə biz çox su mənbəyi gəlir zehnimizə, ya nə bilim, amma referans deyəndə elmi mənbə gəlir zehnimizə. Bu, görürsünüz, o sözlər işlənmağında o cümlədir. Amma indi şükür olsun Güney Azərbaycan türkləri, çalışanları, ədəbiyyatçıları bunu oturtublar yerine. Deyəndə, məsələn, mənbə, yəni ki, elmi, kitab filan, bunlardan danışılır. Bir referans mənbəyi nöqtası, bir nöqta, bilirsiniz, mərkəz deyək. Nöqta həmişə bir mərkəz hesab olur. Hər şeyin o önəmli yeri olur. Cümlə qutaranda nöqta qoymalıdır. Yəni ki, qutardı. Yəni, o olmasa cümlənin davamı elə bir var. Önəmli bir yerdir. Referans nöqtası. İnsandan insana değişən bir norm tanımlama gərəyinin yanı sıra tüm bir halkı tənbəlliklə suslaya bilər miyiz?
Deyir ki, bir dənə məsələ budur. Referans nöqtəsi, mühüm, mərkəzi nöqtə budur. Nədir? Deyir ki, insandan insana hər şey dəyişər. Bir insan zirəng ola bilər, biri tənbəl ola bilər. Bunu deyənlər ki, hamı tənbəldir, hamı zirəkdir. Hamı oğrudur, hamı siqaridir, hamı mu'taddır, hamı qəlyan çəkəndir, hamı elədir, hamı belədir. Bunu deyənlər o. İnsandan insana dəyişən bir norm, adət, vəziyyət, durum, latincə sözdür, gəlib bizlərdə işləb. Norm, yəni o şey ki, camiədə adidir. İnsanlar onu pisləməzlər. Belə istəyim. Ona deyir norm. Norm tanımlama, tərif eləyə bilərik. Yaxşı, norm bir camiənin, ictimanın. Məsələn, diqqət buyurun, hicab məsələsi. Hicab, Güney Azərbaycanda, xüsusən Qəradağda, çünki mən Qəradağlıyam, hicabın mənası yox idi. Yəni, bizdə əslində hicab yoxdur. Hicab, yəni pərdə, örtük, geyim. O şey ki, giyirik ayağımıza, o hicab, bədənimizə, canımıza, o hicabdır. İndi, hicab nədəndir? Hicab deyir ki, örtsün səni, saxlasın. Dedim, pərdə, paltar, bu sizi, məsələn, bədəninizin lüt görünmağının qabağını alır. Mən indi burada hicablıyam. Geyim, bu geyimin adı hicabdır. Yəni, o şey ki, bədəninizə giyirsiniz, indi məsələn, qışda qar qarlayacaq, yağış olacaq, böh qoyacaq, bu hicabdır genə. Ona da onun əsli adı, biz türkçə deyirik ki, geyim, paltar, ərəblər hicab deyirlər. İndi, İslamda, dostlar, hər millətin özünün geyimi fərqlidir. Yəni, hicabı. Məsələn, deyir ki, Hz. Məhəmməd dövründə İnsanlar gedirdilər paltarları ilə ki, əyinlərində idi, cırıq, şır-şıntır. Bundan gedirdilər, Məkkənin dövrəsinə fırlanırdılar. Ərəblər dedilər ki, gəlməyin. Bəzi adamların paltarı o qədər şır-şıntırdır, cırıqdır ki, bunların tənasülü alətləri görsənir. Bunların ər-arvadlıq, kişilik, xanımlıq alətləri, yerləri görsənir. Lütfən bunu gəlməyin. Niyə? Çünki onlar da onu hicab, məsələn, bilirdilər ki, deyirlər, mənim paltarım budur, neyniyim? Gedəcəm ziyarətə. Gedirdi ziyarətə, o türsü. Və sonralar bunun biraz orada ərəblərin içində şey oldu. Bunun pis göründü. Yox, beləsi gəlməyir məsələn. Bir hədd-əqəl şey. Onun üçün də baxsız, hacılar ki gedirlər, hədd-əqəlli giyinirlər. Yəni, bir dənə ağ parçanı sinəsinə dolur, birində belinə dolunur. Getdi, bu oldu bunun hacılığı. Yəni, ona yendirdilər. İndi siz orada deyəməsi hicab yoxdur. O camiədə odur. Bizim Qəradağda, Qəşqailərdə, Türkəmənlərdə biz qərə paltar giyməzdik. Qərə paltar yasa aiddir, dostlar. Biz çadıra bilməzdik. Əslən, bizim Azərbaycan mahallarında çadıra bilməzlər nədir? Bizimkində şamaxıdır, nə bilim, başörtülərimiz bunlardan ibarətdir. Tühləri xanımların eşikdə qalar, uşaqları əmizdirəndə döşləri görsənər və heç kəs buna deməz ki, bu pisdir. Ürf bunu qəbul edir. Hindistanda müsəlmanlar bir dana buradan parça salırlar, xanımlardan danışırıq, bir dana da kəmərlərinə salırlar, qarınları görsənir, göbəkləri görsənir, çiyinləri görsənir, boyunları görsənir, başlarının tükü görsənir və heç kəs bunları demir ki, hicabsızdır. Çünki hicab dediğiniz iqlimə bağlıdır. İqlim də yəni hava durumuna bağlıdır, coğrafiyaya bağlıdır. Siz bir coğrafiyada, məsələn biz Azərbaycanlılar qədim yündən corab giyərdik ya da ki, ayaqlarımızı başmağımızın üstündən dizimizə can bir şey ilə bağlardıq. İndi onun mən adı yadımdan çıxdı əlan, zehnimdə deyil. Petava ilə bağlardıq. Adına petava deyərdilər. Onun bağlardılar. Niyə? Çünki qışı ağırdı. Bunu belin burasının, kolyənin üstünün şeylə bağlardılar. Bir indi kəmərimizi bağlardıq ondan. İndi adı yadımda deyil, o da yadıma düşsə deyərəm. Onunla bağlardılar. Bu da xanım da bağlardı, ağa da bağlardı. Kişilər də böyük qoyardılar, xanımlar da buralarını bağlardılar. Niyə? Sinozit gətirməsin kolyələrimiz, böyrəklərimiz, kolyənin türkçəsi böyrəkdir. Böyrəklərimiz mərizləməsin. İndi bizə İranda örgədiblər Qacardan sonra Məhəmməd Rza dövrəsindən
İki millətə dedilər ki, paltarlarınızı dəyişəcəksiniz. Bir farslar, bir türklər. Ərəblər yerindədir, Kürtlər yerindədir, Bəluçlar yerindədir, Türkmənlər yerindədir, hətta Qəşqailər yerindədir, Lorlar yerindədir, Gilanilər, Mazəndaranilər, Talişlər, bunların paltarları yerindədir. Farsla türkü bir-birinə bənzətdilər. Burada haqqı, baxın, hicab məsələsi yoxdur. Hicab məsələsi bir fars oyunudur. Fars hökumətinin bir oyunudur. Belə bir məsələ yoxdur. Nə İslamda var, nə bizdə var. Bunlar bir oyun oynadılar, siyasi oyun. O da budur ki, hər zaman istəyirlər bu millətə bir yaz fişar gətirlər, yadından bəzi şeylər, siyasi, mühüm məsələ çıxsın, hicaba yapışarlar. O halda ki, İslamda belə bir şey yoxdur. İslamda belə geyim yoxdur. İslam hər yerə getsə, o millətin qanunların qəbul edirdi. O millətin yaşamın qəbul edirdi. O millətin normun qəbul edirdi. Ürfün. Ürf həman normdur. Hər halda. İstədim bunu deyəm ki, bizdə belə bir şeylər yox idi, norm deyildi, bunlar elədilər, amma biz bunu qəbul eləyə bilmərik. Bu da yenə beyin, mən bir termin düzəltmişəm, balıq beyinli millət. Yenə də bu bizim balıq beyinli millətliyimizə gəlir ki, demirik ki, biz dünənəcən belə giyinmirdik, niyə bizə bunlar farslar bunu bizə giydirirlər? Kürtlər giymirlər, Bəluçlar giymirlər, Ərəblər giymirlər, biz giyirik, farslar giyinən kimi. Niyə? Çünki biz çox beynimizi yuyublar. Biz çox alienasyon olmuşuq. Elinə olmuşuq. Bizi çox eləyə biliblər, farslaşdıralar. Çünki onlar istəyirlər şiəlik və farslıq əsasında bir İranlı millət düzəldərlər. Onların hamısı iki millətə baxar. Bir, türklər ki, ən çox millətdirlər, bu coğrafiyada yaşayan millətin ən çoxu türklərdir. Bir də onlardan sonra farslar da ki, 3-4-5 ustandə mütəmərkizdirlər. O, əlbəttə, hər millət onlara görə, məsələn, Ərəblər də çoxdur, Bəluçlar da çoxdur, Türkmənlər də çoxdur, Qəşqailər də çoxdur. Yəni, hər millət özünə görə bir millətdir. Sən millətə deyənməsən azdır, çoxdur. Onun üçün də mən geçən seri dostlarım biri ilə də danışaq da, Künas TV-də də o zamanki proqram vardı, orada da dedim, farsların düşüncələri yanlışdır. Məsələn, Kanada iki dil, rəsmi dili var qanun əsasında. Bir də lokal dilləri var, yəni məhəlli dilləri var ki, onlar da rəsmidir öz yerində. Bir də hər millət ki, bura daşınır, onların da məsələn 10 dana, 5 dana uşaqları olanda amuzuş pərvəriş məntəqə, o məmləkət ki, orada yaşayırlar. Kanada 12 məmləkətdən ibarətdir. Oranın məmləkəti məcburdur ki, o dildə onlara mədrəsə verər. Məsələn, bizim indi Torontoda, Torontonun dövləti icazə veribdir, türk dilində, əlbəttə Şimali Azərbaycan türkcəsində burada dərs verilir. Dövlət büdcəsini verir, kitabında verir, bunlar da dərs oxurlar. Necə ki, farsların mədrəsəsi var. Burada dəbiristanlar var farsların. Onlar İran adına, İranlılar adına, yəni İranda yaşayan millətlərin adına bir fars mədrəsəsi açıblar. Müəllimlərin hüququ gəlir, filan, bəhman, müdür, təşkilat, özü bir təşkilat. Eşitdikdə ki, Vancouverdə də güya ki, istəyirlər rəsmi dil kimi görsədələr farsları. Orada da çox olduqları üçün. Hər halda. Niyə? Kanada nation deyil. Nation state deyil, dostlar. Nations. Yəni, millətlərdir. Millətlər də qanun əsasında cəlibdir. Kanadanın qanun əsasında yazıb ki, Prince Edward Island adında cəzirəyi ki, farsca desək, cəzirəyi Şahzadə Edward, Şahzadə Edwardın adasının adası adında bir məmləkət var. Elə adı üstündə də adadır, adı məmləkətdir. Əsası anayasada gəlibdir ki, ən kiçik vahid ki, Kanadanın birliyində var, kiçikliyinə, millətinin az olmağına baxmayaraq, aynı haqla müsavidir ki, ən böyüyü var. Ən böyük hüquq, burada deyək ki, məsələn, Quebec ya Ontario ən böyük iyalətdir. Ya teritorilər, 2-3 dənə də teritori var, yəni məhdudə coğrafiyayı bir yerlərdilər ki, hələ təsmin tutmayıblar Kanadaya qoşulsunlar rəsmən ya yox, amma Kanadanın feylən deyirlər, biz imtiyazlarından faydalanaq, görək ki, bizə faydası var ya yox. Sonra əgər istərik qoşulduq, istərik qoşulmarıq. Eyni halda da bilirsiniz, Quebec də deyir ki, biz istəyirik müstəqil olaq. Bir dənə hizbi var rəsmən, Quebec adında. O da deyir ki, biz istiqlal istəyirik. Millət burada 2 dəfə rəy veriblər ki, istiqlal istəmirik.
Yəni bir tərəfdən 2 dənə millət var ki, istəyirlər qoşulalar, bir tərəfdən bir dənə millət var ki, onun ziyalıları deyirlər biz istəyirik müstəqil olaq. Nə cür müstəqil olaq? Belə müstəqil olacaq. O da cəlibdir. Şərtlə müstəqil olacaqlar. Deyir ki, biz pasportumuz Kanada pasportu olsun, behdaşdır, Kanada behdaşdır olsun, federal dövlət bizə bir şeylər versin, amma biz yenə də müstəqil olaq. Yəni belə bir şərtlər qoyurlar. Hər halda deyir ki, İranda buna nation deyirlər. O halda ki, İran nationsdir. Yəni İranda Fars var, Türk var, Türkəmən var, Qəşqai var, Lor var, Cilək var, Mazəni var, Ərzinin xidməticə Taliş var, Kürt var. Bunları saydıq. İndi bunlarından əlavə bunların sünnisi var, şiəsi var, yəhudisi var, ermənisi var, məsihisi var, ondan sonra zərtüştisi var, ərz edeyim xidmətinizə. Hətta Sik milləti var. Mən onların o kitabçı yazmışam orada. İranda orada da göstərmişəm ki, hardadır, adreslərini də bəllidir. Xiyaban-ı Hidayətdədir. Fikirlərim, bir məbəddir orada. Yığışarlar, ibadət elərlər. Hindidən gəlmədilər. Bir referans noktası insandan insana değişən bir norm tanımlama gərəyinin yanı sıra. Deyir ki, bunu tanıtdıraq, bunu bəlli tanıtma, tərif eləmək, tanıtdırmaq, bəlli eləmək. Deyir, bunu bəlli eləyək ki, insandan insana hər şey dəyişər. Bunun yanı sıra, bunun yanında tüm bir halkı tembelliklə suçlaya bilər miyiz? Deyir ki, bir dənə millətin hamısını tembelliğə müttəhəm eləyə bilər mi? Yox. Suçlamaq müttəhəm kəlməsinin ki, farsçası yoxdur, onun türkçəsidir. Suçlamaq. Birey, dostlar, kəlmələri əvvəl oları ki, məncə biraz çətindir, onları həm oxuyayım, həm də türkçəsini deyim sonra. Bireylərin, yəni tək-tək əfrad, fərdilər, hər bir adam, mən bireyəm, mənim hər uşağım da bireydir, siz də ki, burada baxırsınız, hərəz bireysiniz. Əla, məsələn, burada 8 dana birey baxır buna. Mən də bireyəm, onların hərəsi də özünə görə bir bireydir. Bireylərin hətta bir qrup içindəki çoğu insanın tembelliyindən kuşku duyula bilir. Deyir ki, hətta həm bireylərin, yəni adamların bir-biri ilə biri tembel ola bilər, biri zirənc ola bilər, biri huşlu ola bilər, biri az huşlu görünər. Amma məsələn, dünyada deyirlər ki, Çinlilər huşsuzdular, Japonlular huşsuzdular, amma görürük ki, belə bir şey yoxdur. Dövlət değişdi, sistem değişdi, Çin dünyanın böyük qüdrəti olubdur. Japon dünyanın ən böyük qüdrətlərindəndir teknolojide. Deyir ki, hətta bir qrup içində, bir millət, yaxud ki, ərəblər, bəluçlar, türklər, qəşqailər, rorlar, ciləklər, xəliclər, mazənilər, ciləklər, bunların içindəki çoxu insanların çoxu biz deyirik, Türkiyədə çoxu deyilir. Yəni yazıda, dildə deyəndə çox deyilir elə, təqribən. Amma çoxu insanın tembelliyindən kuşku duyula bilir. Deyir ki, şək eləyə bilərsiniz. Kuşku dedik şək, tərdid ki, hər ikisi ərəbcədə, farsçası yoxdur. Kuşku duya bilir. Deyir, buna şək eləməlidir ki, siz necə insanların hamısını tembelliğə müttəhəm edirsiniz. Ürətimləri vasatsa, əgər bir millətin ürətim türkcədir, tolid yerinə. Tolid kəlməsi ki, ərəbcədir, farsçası yoxdur, onun yerinə türkcədə buna ürətim deyirlər. Vasat, yəni orta. Nə yaxşı, nə pis, orta. Ürətimləri vasatsa, əgər bunların ürətimləri orta bir şeydir. Diqqət buyurun dostlar, biz o zaman ki üretimdən danışırıq, sənət və teknolojiden danışırıq. Fərş üretim deyil. Fərş işi ki biz ilmək salırıq falan, bu üretim deyil dostlar. Bu tolid deyil. Buna qarraqlanmayaq. Bu nəhayətində əl işi olduğu üçün gedər əl işi və hünər üstünə. Ora gedər. Yoxsa bu tolid deyil. Tolid odur ki, məsələn, seri ilə, məsələn, xudqar, məsələn, maşın, məsələn, təyyara,
Məsələn, tank, top, nə bilim, hətta karxanalar ki, qapqacaq düzəldirlər, pencərə düzəldirlər, qapı düzəldirlər, miz düzəldirlər. Bunlar tualetdir. Gəlir bu tərəfdən gündə görürsünüz bir dənə karxana eləyə bilir. 1000 dana 10 nəfər adam işləyir, amma 1000 dana səndəl düzəldirlər. Sabahları 1000 dana miz düzəldirlər. Məsələn, bir gündə filan bu cürsə o işlir. Ona seri deyirlər, serikari. Deyir ki, tamam. Üretimleri vasat olursa, tamam, orta, kötü bəslənmə. Bəslənmə dedik, təğziyə deyirlər farsça, ərəbcə sözdür, qəza sözündən gəlir ki, ərəbcədir. Biz qələt deyirik. O şey ki, biz qəza deyirik, o savaş anlamına gəlir. Qədadır bunun adı, qida. Türkiyədə də qida deyirlər, qida. Biz onu qələt deyirik, həmişə savaş anlamında. Ərəb onu bizdən eşiyəndə, məsələn, deyirik ki, oridol ağlıya, yəni mən iradə edirəm, savaşam. Adam orada bir qorxur. O, necə ki, məsələn, bu istir, savaşmaq istir. Bu bizə İranda pis öyrədiblər, pis oxumuşuq. Halbuki, o bəslənmə, yəni təğziyə sistemi. Beləsi deyək. Kötü bəslənmə, yəni, məsələn, kötü bəslənmə nə olur, dostlar? Biz əti bişirəndə, göyərəntini bişirəndə, yer almanı bişirəndə, murabba bişirəndə o qədər bu meyvə yazığı orada qeynədirik ki, onun tamam vitaminləri uçur gedir. Biz şəkər yiyirik murabbada, biraz da saman. O meyvə saman olub əslində. Çünki onun da yemağa məvadlı qalmayıb, canımıza onun faydası yoxdur. Biz fəqət şəkərlə fikirlik meyvə yiyirik, gilas yiyirik, alma yiyirik, ərik yiyirik, hər nə yiyirik məsələn. Ya o qəzanı o qədər bişiririk ki, bunun o içinə ki göyərənti tökmüşük, onların hamısı, məsələn, aş, su, hər nə mənə. Orada onun məvadlı yoxdur, o uçur gedir, o qeyniyəndə uçur gedir. Bizim canımıza oradan bir şey getmir. Əslində bir o yenə də samandır. Biz orada, əlbəttə samanın məvadlı var, çünki o günün qabağında quruyur. Günün qabağında quruyanda vitaminlərini saxlır. Amma biz onu qeynədirik, uçur gedir. Onun üçün də inək o samanı yiyəndə güclü olur. Amma biz o qəzanı yiyirik, ayrı qəzaları yeməsək ondan qalanmarıq. Yəni bunu deyim. Kötü bəslənmə. Düşük ücrətlər. Aşağı bizim əl muzdumuz aşağıdır. Yəni bu millət olaraq, Türk milləti bu günləri fəqrdə, fəlakətdə yaşayırıq. Niyə? Çünki əl muzdumuz aşağıdır. Əlbəttə bunu deyim, məsələn, mənim ata-anam istədilər bir ev düzəldələr kətdə. Kətdə bənna sübh saat 8-də gəlir üstə, dəqiqə başı siqarını çəkir. Onun yanında saat 9-da çıxır, deyir mənə sübhanə gətirin, sübhanə yiyəcəm, yəni qəlyan altı, ya qəhvəlik, hər halda nəştablıq gətirin yiyəcəm. Bunlar üçündə biz işlədirik. Saat 12-də çıxır, deyir mənə nahar gətirin, saat 4-də deyir mənə əsrani gətirin, saat 5-də də 6-da da işdən çıxır. Yəni, mən baxıram, görürüm, Kanadada belə işləsələr, buna pul verməzlər. İş verməzlər. Deyir ki, sən mənə 10 saat işləyəcəksən, mən Türkiyədə 11 saatdır, Kanadada 8 saat adıdır, amma normalda işlər belə deyil. Saat hesabı pul verdiklərindən dolayı şey olmaz. İnsanlar 8 saat işləməzlər. İnsanlar burada yarım saat nahar haqqıları var. Sübh gələcək işə, saat 8-də işində olacaqdır. Axşam 5-də, 6-da çıxacaqdır. Hər neçədəki burada deyirlər. Qalsa izafə saat 15 dolardan işləyəcək. O, onun şeyidir. Ya hər neçədəki saat hesabıdır. Məsələn, fərz buyurun ki, bir nəfər şey sürür. Grader sürür. Saatı məsələn 23 dolar, 25 dolar, 27 dolar. 10 saat işlədi. Deyəcəklər bunu 8 saat edə, səndən bunu danışmışıq. 2 saatını da məsələn bir belədən verəcəyik bilələ. O orada yazılır. Bəzən də deyir yox elə mən saat hesabı sən işlədirəm. Saatı 15 dolardan, 20 dolardan, 30 hər neçədən ki işlədirəm, sən bir belə saat işləyəcəksən. Adam da deyir işləyirəm də bu günlər bir 10 saat işləyim, məsələn 200 dolar çıxardım, 300 dolar çıxardım, işdir. Bizdə beləsi yoxdur. Biz tənbəl, orada tənbəl millətik. Burada 2 dəfə sübhdən axşamadan siqar çəkə bilər. Bir nəfər ki, siqaridir, gündə 15 dəqiqə fərz iştibah eləməsəm, siqar çıxmaq haqqı var.
Onun üçün də burada işləyənlər, o dövlət xidmətləri o 15 dəqiqənin istifadə eləmək üçün siqara olurlar. Yəni 15 dəqiqənin çatısını salır boynuna, özünü siqara edir. Yüzlər dolar ayda özünə, canına xəsarət vurur ki, niyə o gündə 15 dəqiqəni çıxsın eşiyə. Naharda yarım saatdır. Dövlət bunun pulun, bəzi yerlərdə bunun pulunu verməzlər, bəzi yerdə verərlər. Bu, mən özüm də bu işlərdə olduğum üçün, işlədiyim üçün bilirəm ki, beləsin. Dedi ki, bunların düşük ücrətləri, düşük əşağa. Əşağa ücrət də ki, dedik ki, müzdüdür türkçəsi. Karanlıq bir gələcək. Gələcəyi də qaranlıqdır. Məsələn, bizim gələcəyimiz vaqiən qaranlıqdır. Güney Azərbaycan dediyimiz yerin gələcəyi İran içində vaqiən qaranlıqdır. Çünki Urmuc gölü quruyacaq və biz bilmirik burada nə edəcəyik. İndidən o bir dənə müstənəd film düzəldibdi. Sağ olsun Güney Azərbaycanlı bir filmi düzəldən dostumuz. O görsədir oradakı Zeynəb adında bir kətdir. Əgər iştibah eləməsəm, bəlkə adında iştibah elədim. Biləhsə şəkk elədim. O orada deyir ki, uşaqları danışırlar, deyirlər ki, geçən bizim 10 ildə ölənlərimizin heç birisi sərətansız ölməyibdir. Və bizim millətimizin orada yaşayanların hamısı sərətana mübtəladır. Yəni bunu göstərir ki, İran dövləti Urmuc gölünü qurutmaqla bizi bir böyük müsibətə salıbdır. Gələcəyimiz qaranlıqdır. Biz məcburuq torpaqlarımızı ya bu vətəni onların əlindən qurtarmalıyıq, özü müstəqil bir vətən olmalıdır ki, özümüz bilək bu vətəni nə cür dirildəcəyik. Necə ki, farslar Kirmana su gətdilər, Simnana su gətdilər, Yəzdə, Kaşana, İsfahana, Şiraza su gətdilər. Niyə biz öz vətənimizə su gətirə bilməyək? Bu bir sorudur. Ondan sonra dəstmüzdümüz eşaqadır. Bizim gəlirimiz yoxdur. Biz məcburuq gəlir üçün közaq gedək ayrı torpaqlara. Nə yox? Torpağımızı ucuz satmalıyıq, gedib orada bahalı torpaq almalıyıq ki, farslar pullaşsınlar, sərvətləşsinlər. Ondan sonra deyək, farslar yaxçı adamlar. Mən də yaxçı adam olam, o zaman ki, cibim dolu olar. İnsanın ki, cibi dolu olsa, yaxçı adam olar, xoşəxlaq olar, yaxçı olar, yaxçı giyinər, yaxçı gedər, yaxçı gələr, yaxçı xəşlər. Amma o adamın ki, cibi boşdur, o adam ki, fəqirdir, onun nəyi vardır ki, əsəbani olmasın? Bir şeyi yoxdur ki. Var yox bir canıdır, o da sübdən axşama işləyir, əsəbani gedir, gəlir, uşaq, arvad, o, bu, hamı narazı. Hamı savaşçı, hamı əsəbani, bir-birinə qışqırmaq, demək, filan, bəhman. Qaranlıq bir gələcək. Gələcəyi qaranlıqdır, müstəmirənin və toplumu da rollərinə mən bu şeyi bunu baxaq, alayla, elə özü bir kəlmədir. Mən istirdim bunu iki kəlmə yapışdıram, sətrinin axiri ilə sonrasını yapışdıram bir-birinə. Onu gördüm ki, yox, belə alay özüdür. Alayla, yəni dostlar, təməskur, məsxərə, şuxluqla, ələ salmaq. Alay çox ələ salmaqdır. Bizim Təbrizdə də bu mütəəssifanə bir əxlaqdır, raic idi, qədim, indi bilmirəm. Mən 17-18 ildir, 20 ildir mən təqribən Təbrizdən çıxmışam. Onun üçün bilmirəm ki, indi yenə də insanları xiyabanda ələ salırlar ya yox, amma Təbrizdərin belə bir ruhiyyəsi var idi. Mütəəssifanə mən demişəm, Təbriz daimən tarixdə Azərbaycanlılara zərər verir, türklərə zərər verir. Təbrizdən xeyir gəlməyib Azərbaycana. Heç vaxt Təbrizdən xeyir gəlməyib Azərbaycana. Məktəbi Təbriz oxudan bunların hamısı məktəbi təslimdir. O nəzəriyyə pərdazlar da ki, siz görürsünüz Azərbaycanın ziddidir, hamısı Təbrizdən. %90 Təbrizdən çıxıblar. Cəvadi təbayı olsun, kəsrəvisi olsun, hər kəs olur olsun. Təbrizin suyu insanları təslim insan yerə yetirər. Alayla bakılmasının sümürcə insanını çalışmayı umursamamasıya itmədiyini maraq ediyor insan. Deyir ki, indi onları satdı da, saydı, sifətləri ki, sayır bulardır. Deyir ki, bunların ürətimi orta olar, yəni yap-yaxçı olmaz, çox da pis olmaz. Kötü bəslənmə, yemaqları pis olar, düz yiyə bilməzlər, canları güclü olmaz.
qarınlar yekə olar. Yəni bizim qarınlarımız yekədir. Amma bu əlamət buna deyir ki, biz yaxşı yeyirik. Bunun əlaməti biz çox yeyirik. Çox yiyəməklə az yeyib güclü olmağın fərqi var. Bir ki, yaxşı yeyəsən, az yeyəsən, amma güclü olasan, bir də ki, çox yeyəsən, qarın yekə olar. Bu fərqidir. Düşük ücrətli, əl-muzlumuz az olur. Karanlıq bir gələcəklərimiz də az olur. Toplumda roluna alayla baxılmasının, mənim məsələn orada ruznaməni qaram, ya müəlliməm, onu orada məsxərə eləmək, toplumda roluna, rol yer, iş, onun işinə, gücünə məsxərə ilə baxmaq. Məsələn, biri xiyabanı süpürür, onu məsxərə eləməyimiz, işləyir, onun eybi yoxdur ki. Məni indi Kanadada şəhridarı istihdam eləsə gözünlə gedərəm, başla gedərəm, amma eləmir. Məni şəhridarı, vilçer maşınları ki sürürlər, bu vilçerin üstündə olan adamları daşıyır o üzbüzə, istihdam eləsə gözünlə gedərəm, 2 mühəndisin pulunu alır. Amma yox, beləsi bir şey yoxdur. Toplumda biri arayışgər olar, biri nə bilim səlmani olar, biri ilməhsalan olar, biri mekanik olar, biri rəhlər, biri ev rəhlər, biri bənni olar, biri əməli olar, biri idarədə işlər, biri bankda işlər, biri müdir olar, biri mühəndis olar, biri döktür olar, biri vəkil olar. Amma bunların hamısı onların rollarıdır. Yəni toplumda yerləridir işləmək, onların heç birisini təhqir eləyənməliyik və eləməməliyik. Amma düz işləməlidirlər. Vəkillər düz vəkil olmalıdırlar, döktürlər düz döktür olmalıdırlar, mühəndislər düz mühəndis olmalıdır, ilməhsalanda düz ilməhsalan olmalıdır, mekaniklər düz mekanik olmalıdır. Toplumda, yəni ictimada rollarını alayla, alay yəni məsxərə eləmək, onların yerlərini məsxərə eləyirik biz. Niyə? Məsələn, şəltəli, ha şəltəli, məsələn, bunun paltarını niyə məsxərə eləyirik? Məsələn, onun ki damən giyir, onu məsxərə eləmirik, o ki mantı giyir. Niyə gərəyəsən paltarı məsxərə eləyirik? Onu otursu giyir. Məsələn, İskandinaviya millətinin kişiləri də damən giyir. Bir şort giyirlər, bir damən, bir dana da corab giyirlər, damənləri də dizlərindən gərək yuxarı olar. Onların geyimləridir, biz onları məskər eləmək haqqımız yoxdur. Kürd o cürsü geyinir, lor o cürsü geyinir, bəlut o cürsü geyinir, ərəb o cürsü geyinir, biz də bu cürsü geyinirik. Bunun heç xanımlar o işdir, bu işdir, bunlar hamısı işdir. Bunları biz məhkum eləməməliyik, bunları məskərə eləməməliyik. Məskərə eləməmək, gülmək, məskərə eləmək və gülmək məhkum eləmək anlamına gəlir, dostlar. O halda ki, həlal törəyin qazanır. Oğurluq eləmir, məvadlı müxəddir satmır, qaçaqçılıq eləmir, ixtilas eləmir. Onları məhkum eləyəcəksən ki, ixtilas, mollanı məhkum eləyəcəksən ki, işləmir, pul yiyir. O adamları məhkum eləyəcəksən ki, lümpəndir, ərağın içir, gəlir İmam Hüseynə də sinə vurur. Oğurluğun elir, filan işini də görür, gəlir orada da deyir, mən İmam Hüseynçiyəm. İmam Hüseyn adına da bu şəhridə millətə zülm edir. Onun qabağında duracaqsan. Onu məsxər eləyəcəksən. Ya onun özün ki məsxər eləyəcəksən, abi işlə, git işlə alırsın. Özü o işlə işlə. Umursamaq, yəni əhəmiyyət vermək. Umursamamaq, yəni əhəmiyyət verməmək. Bu bunun mənası. Umursamamaya mənfi elir burada. 2 dana ma gələndə o mənfi elir. Umursayma, itib. İtmaq, yəni itələmək. Biz də elə deyirik, itələmək. Bunun feili əmri itmaqdır. İtmaq, itələməmək. Bu da onun mənası. İtib, itmədiyində ya itəlir, ya itələmir. Bundan maraq ediyor insan. İnsan maraq edir ki, bunlar buna umursamağa itəlir, ya yox. Bunlara əhəmiyyət, yəni bunlara tərəf gedir, ya yox. Yəni, o dediklərimizi sayır, ya yox. Tamam. Asıl kuşkulu olan, kuşku dedik şək. Əslində şəkli olan söz nədir? Fikir, düşüncə nədir? Suçlamada, özü istəyirəm, mən bunu necə qoyacağım? 92, 93, 94-cü səhifəni 93-cü götürəcəm. Özü istəyirəm, mən bunu 92, 93, bəli, gələcəm bura. Özü istəyirəm. Asıl kuşkulu olan suçlamanın yalnızca çiftlik
çalışmanın ya da dərmə çatma mahallələrində oturanlar deyil. Sümürcə məsləkdaşlarıyla aynı çalışma saatlərinə sahib olan profesör, mühəndis ya da doktoraya yönəlik olmasıdır. Tamam, cümlənin davamı vardır. Deyir ki, aslında sümürcə qrubunun tüm mənsubları suçlanır. Tamam. İndi burada qeydaq. İndi buradan sual verdi ki, tamam bir milləti suçlamaq olmaz ki, tənbəldirlər. İndi onu açıqlamağa çalışır. Deyir, aslında kuşku şək olan şey nədir? Suçlamanın yalnız da çiftlik dostlar, əkinçilik. O şey ki, əkmək bitbəsi ilə əlaqədədir, ilgidədir, ona deyirlər nə mənə? Çiftlik. Eyni halda çift, yəni cüft, iki. O hər şey ki, iki dana ola, ona da çift deyirik, da bilirsiniz. İndi, yalnızca çiftlik çalışanına, əkin-biçin işində çalışana deyir ki, suç duyurlar. Əslində bunlar deyir ki, istəyirlər deyirlər ki, əkinçilər ki, biz kətli deyirik bizim dilimizdə, bunları deyir suçlurlar əslində. Gördünüz ki, mən də misal oradan vurdum, kətdən vurdum. Deyir ki, yalnızca çiftlik çalışanına ya da kimə? Ya kətdə, bağda, zəmidə çalışanlara, ya da harda kimə? Ya da dərmə çatma. Dərmə çatma dostlar, bir dana istilahdır türkcə. Yəni, gecəqondu. Yəni, onlar ki, məsələn, gəliblər şəhrin qırağında bir yeri tuturlar, otururlar. Buna deyirlər, dərmə qondu. Dərmə çatma. Məhəllələrdə, dərmə çatma məhəllələrdə oturanlarla deyil, deyir ki, onlar deyil sadəcə. Sümürgəci məsləkdaşlarıyla aynı çalışma saatlarına sahib olan profesör. Deyir ki, fəqət o kətliləri, ya o gecəqonduda oturanları, İranda deyirlər xeyrinə mənə, yadımda deyil. Bunun istilahı var, işlədirlər. Şəhrin ətrafında oturanlara deyirlər, bir şey deyirlər ona. Məsələn, Eynalı dağında, nə bilim, fulanda, bəhmanda tikilən evlərə belə bir söz işlədirlər. Deyir ki, təhcə bunlar məsxər eləmirlər, sual altına aparmırlar, müttəhəm eləmirlər. Bəlkə sümürgəci, yəni o farslar, öz məsləkdaşları, həmkarları, məsləkdaş dostlar, həmkar deyirlər İranda farsca, həmkar. Eyni işdə çalışanlar. Öz məsləkdaşları aynı çalışma əgər mən bunu eləyə bilsəm ki, bağlayam bizim bərnaməmizə müşkil icad eləməyə, mənim qızım zəh vururdu, onu bağladıq. Deyir ki, sümürgə məsləkdaşları ilə deyir ki, öz həmkarlarına, yəni bu da mühəndisdir, o da mühəndisdir, bu da müdürdür, o da müdürdür, bu da karmətdir, o da karmətdir, bu da bahdə işdir, o da bahdə işdir, bu da müəllimdir, o da müəllimdir, bu da ustad danışıqdır, o da ustad danışıqdır. Deyir ki, məsləkdaşları ilə aynı çalışma saatlarına, eyni saatlarda çalışırlar, sahib olan profesoru, hətta profesoru deyir ki, mühəndis ya da doktora almış, doktora yəni onlar ki, sahib nəzəriyyədirlər. Baxın, doktor ki, biz İranda deyirik, bu doktor deyil, bu qədimcə deyir də tibb mütəxəssisi. İndi isə bunlara doktor deyirlər. Niyə doktor deyirlər bilmirik. Doktor deyil. Doktor kimdir? Doktor o adamdır ki, yetişir bir riştədə. O yerə ki, o riştədə taza bir nəzəriyyə verir, taza bir düşüncə ortaya qoyur. Buna deyirlər doktor. İranda hamma, hər kəs ki, mərizçılığa baxır, mərizlərə dava dərman yazır, ona deyirlər doktor. Yox, o doktor deyil. Amma deyirlər, mütəəssifanə İranda məsələn, elə doktor olmaq bir yəni mən kilas qoyuruq buna, doktora. Yox dostum, doktor deyilsən. Doktor o adamdır ki, Kanadada məsələn doktor kimdir?
döktür dedik da, məsələn, fərz edin ki, elə həman deyək, tibbidə işləyən adama döktür deyirik. Ona, mən hətta onun mətəbbinə gedəndə ona döktür demirəm. Məsələn, mənim qabaqçı döktürümün adı nə idi? Şək. Gedəndə mən dedim ki, Martin. Martin deyirdim, mən şək də demirdim, şöhrəti şək idi, Martin. Hə, e-mail yazımda yazıram ki, Dr. Martin Şək. Kamil adı ilə gətirirəm, Dr. Martin Şək. Amma özü ilə danışan deyir Martin. İndi də məsələn, taza bir döktürə getmişəm, Kamilən Yəhudidir, Məşənəm. Belə bir adı var, adını ölçəcə bilməmişəm, Kamilən Yəhudidir. Məşənəm məsələn, buna deyilər, çox da cavandır, 24-25 yaşı var, elə buna deyəcəm Məşənəm, ya qutuldu getdi, Mənəşəm deyəcəm, buna qutuldu getdi. Buna döktür deməyək. Ha, bir mövqe buna e-mail yazaq, bundan istəyək ki, məsələn, ya bir nəfərə deyir, o mənə deyir ki, məsələn, sənin fəmli döktürün kimdir? Hə, mənim də filan döktür gedirəm, adını onda deyirəm, döktür filan kəsin. Ya da doktora, ya da daha yönəlik, yəni onlara tərəf olmasıdır. Deyir, hətta bunları da onlar gətirirlər, deyirlər ki, bunlar tənbəldirlər. Deyir, o halda ki, bunlar dərs oxuyublar, mühəndisdir, döktürdür, vəkildir, filandır, bunlar zəhmət çəkirlər, işləyirlər, cüzəcünüz, amma bunlar tənbəl deyirlər. Deyir, yox, onun nəzərindəki istemarsı baxır, deyir ki, bu millət tənbəl millətdir. Aslında sümürgə qrubunun, yəni bizlər ki, sümürgü yox, qrubunun tüm mənsubları, tüm bunun içində olan tamam insanlar, hamısı ki, deyirlər, məsələn, türk, bunlar tənbəldirlər, deyir ki, bunların hamısı suçlanır. Tamam. Doğrusunu söyləmək gərəkirsə, əgər doğrusunu istəsək deyək, suçlamanın oy birliyi ilə yapılması və topyekün sümürgə halkını hədəf alması kuşku vericidir. Deyir, buna şək eləməlidir, kuşku vericidir, yəni şək eləməlidir ki, niyə bu millətin oy birliyi ilə, əvvələn niyə sümürgəcilər oy birliyinə, müttəfiq? Niyə müttəfiqən türklərə coş deyirlər? Niyə hamısı? Yəni, heç kəs demir ki, coş deməyək. Oy birliyi ilə, yəni bütünlükdə və ittifaqı ara, ərəbcədir. B ittifaqı ara, hər üçü də B ittifaqı ara ərəbcədir. Farsçası yoxdur. Deyir ki, oy birliyi ilə yapması, deyir ki, bu üçü bunu hamısı deyirlər. Bu bir tərəfdən və ya məsələn deyir ki, türklər xəşindirlər, türklər bədəxlaqdırlar, türklərin qızları yaxdır da alasan yeməkləri yaxdır, yemək pişirirlər, amma onlara qız verməyəsən. Bu deyir qəzavətdir, hamısı bunu deyirlər, deyir, bu nədir? İttifaq və ara ilə bu sözü deyirlər, bunda şəkk eləməlisiniz ki, niyə onlar hamısı sizi müttəhəm edir? Eyni halda topyekün bütünlükdə, topyekün də bir dana istilahdır gələ işlənir, topyekün yəni başdan dibə. Başdan dibə. Hamısı topyekün sümürgə halkını hədəf alması kuşku vericidir. Bu deyir ki, hədəf tuturlar bunu, bu kuşku vericidir. Hamısı. Tamam. Dolayısıyla heç bir sümürgə insanı bu suçlamadan muaf tutulmaz. Deyir ki, bu iddihamçı vururlar, heç bir sümürgə insanı bundan muaf alınmaz nəzərdə. Və asla da tutulmayacaqdır. Əsla da muaf tutulmayacaqdır. Muaf ərəbcə sözdür. Yəni, əff sözündəndir. Əff sözündəndir, muaf deyirlər. Yəni, bu heç kəsin vazgeçməyəcəklar. Türkcə biz Təbrizdə, Azərbaycanda vazgeçmək sözü işliyor. Deyir, əslən heç kəsi vazgeçməyəcəklər. Hamısın dədəm nənəm kör deyib, gəlib gedəni vur deyibdir. Bunu deyərlər. Yəni, suçlamanın hər türü sosyolojik ya da tarihsel koşullardan bağımsız olması onun deyir, niyə? Deyir, buna dəli, niyə biz şək edirik bu cəhətdən? Deyir ki, yəni, yanı da, həman yanı, suçlamanın hər türü, hər cürə ki ittiham vurusu, onun hər cürəsi, baxın, məsələn, indi Azərbaycanlılara pantürk deyirlər, millətçilərə pantürk. O istəyirlər suçlama görsə, əslində bu suç deyil, bu iftixar midalıdır, elə bir sizə iftixar midalı vurur, düşmən. Suçlamanın hər türü, hər cürəsi sosyolojik, əvvələn ictimaidir, yəni toplumsaldır.
tamam millətin hamısını tutur. Ya da tarixsəldir. Ya da bir tarixsəldir. Tarix üzərindən gəlirlər bunu. Kuşullarda, tarixsəl kuşkulardan kuşullar şərait. Şərait ərəbcədir, onun farsçası yoxdur, türkçəsi şərait, kuşullar. Kuşullardan bağımsız, müstəqil, bağımsız yəni müstəqil. Məsələn, bağımsız bir millət, bağımsız bir dövlət, bağımsız bir adam, bunlar hamısı yəni müstəqil. Bağımsız olması onu iyicə kuşkulu halə gətirir. Deyir bu ki, bunlar müstəqil eləmirlər bunu, bağımsız halda deyil. Deyir bu bunu kuşkulu halə, şəkki üçün niyə bu sözü işlədirlər? Doğrusunu istərsəniz, əgər doğrusunu istəsəz, suçlamanın nasıl bir nitələməyi ilə ilgisi yoxdur. Deyir ki, doğrusunu istəsəz, suçlamanın nasıl bir, necə, nasıl yəni necə, necə bir keyfiyyət ya müşəxxəsatla ilgisi yoxdur. Yəni buna deyək ki, tənbəllik bir müşəxxəsatı var bunun. Bunu deyək ki, nədir? Deyək ki, yaxçı insan. Yaxçı nə deməkdir? Nələri biz qoyanda olur bu yaxçı insan? Məsələn, dinməzdir, ehmaldır, başı əşağadır, bədbəxtdir, etiraz eləmir, cavab vermir. Bu yaxçı insandır, yoxsa yaxçı insanın bir müşəxxəsatı var. Bunu gərək bəlli eləyək. Deyir ki, bunun müşəxxəsatı ilgisi yoxdur. Bunun onunla bir əlaqəsi, ilgisi, rabitəsi yoxdur. Rabitə, əlaqə farscadır. Fikirəm ki, münasibət də ondan gələ bilər. O da ərəbcədir. Bunun farscası yoxdur. Bu üç kəlməni saydın, farscası yoxdur. Türkcə ilgi. İlgidir. Azərbaycan Cumhuriyyətində əlaqə işlədirlər. Türkiyədə ilgi işlədirlər. Dolayısıyla farklılaşa bilir. Deyir, dolayısıyla ayrı bir yolla desək, dolayısıyla qeyri-müstəqim. Qeyri də müstəqim də ərəbcədir, farsçası yoxdur. Dolayısıyla, yəni qeyri-müstəqim, üzrə, mən bunu itirdim, farklılaşma bilir. Bunu fərqli ola bilərlər. Dolayısıyla deyir ki, qeyri-müstəqim desək, fərqli ola bilər. Farklılaşa bilir. Bunlar fərqli ola bilərlər. Olası değişiklərlə deyir ki, təğyirat, değişikləş təğyirat, fərqlıq, değişiklərlə imkanpəzir, farsça deyirlər buna, ərəbcə, farsça, pəzir farsça. Deyir ki, olası değişikliklərlə məruz qala bilir, deyildir. Deyir, bu cür deyildir ki, məruz qalmasın fərqli şeylərə. Məruz qalmaq, ərəbcə sözdür məruz, yəni onun dayanmaq deyək, məsələn. Mən bunu bilmədim türkçəsini. Türkçəm bu qədər zəifdir. Suçlama kurumsaldır. Bir ittiham ki vururlar, deyir ki, pan-türk. Yəni, bu ittiham kurumsaldır. Tüm, hər kəs ki, deyə mən türkəm, onu tutar. Təcrid tələb. Bu kurumsaldır. Yəni, hər kəs desə mən türkəm, o təcrid tələbdir. Kurumsaldır, yəni toplumsaldır. Qurum, dostlar, təşkilat, sistem. Kurumsal, yəni təşkilata bağlı bir şeydir. İdari, sistematik, beləsi. Sümürgəçi suçlama yaparaq sümürgə insanını tənbəl olaraq korumsallaşdırır. Deyir ki, sümürgəçi, istemargər, farslar məsələn, suçlama yaparaq, ittiham vuraraq sümürgə insanını, türkləri, ərəbləri, filanları tənbəl olaraq, onları tənbəl olaraq neyinir? Kurumsallaşdırır. Onları göstərir beləsi. Onları təşkilatladır. Deyir ki, tənbəldilər, təcrid tələbdilər, əleyhə əmniyyəti millidirlər. Bu, onları neyindir? Onları kurumsal. Farsça dəstəbəndi deyirlər. Mən indi bunu dəstəbəndi desəm, deyəcəyəm ki, dərizlədir, topladır, bağlır bir-birinə. Bu cür şey.
kurumsallığı beləsidir yaxşı. Bağlır bir-birinə. Hamısını bağlır, bir qrup elir. Bir dəst elir. Bir şey edir. Tənbəlliyin sümürgələşdirilərinin doğasında kurumsallaşmış olduğuna karar verir. Deyir ki, o sümürgəçi bu tembelliği bir sifət olaraq kurumsallaşdırır. Yəni dedik ki, bunları tipikal elir, ya bunları birləşdirir və indi gedək ora. Sümürgəçi suçlama yaparaq sümürgə insanın tembel olaraq kurumlaşdırır. Tembelliğin sifətin, o sifəti buranda insanlara sümürgələşdirilənin, bizlərin, sümürgələşdirilən bir də sümürgəçi var. Onları sümürgələşdirəni doğasında, deyir, bunun təbiətindədir. Əslən, Türkün təbiətindədir bu şey. Və bu da mütəəssifanə, hətta mən bugün dostlardan birindən eşitdim, çox da narahat oldum. Dedi ki, Türklər daha çox xəşindilər, daha çox fulandılar və mən çox sevinirəm, utanıram ki, Türkəm. Belə bir cümlə işlətdi dostların biri mənə. Mənə də dəydi bu. Niyə? Bu adamın zehnində həman o müstəmirəçilik zehni yetişdiribdir. O adam bunu yaradıb, bu fikri, bunu kurumsallaşdırıbdır, bunu sistematik eləyibdir, təşkilatlı alətinə gətiribdir, bir ictimai bir vəziyyətə gətiribdir. Biz də onu qəbul eləmişik. İndi deyək ki, mən bədəxlağam, bunu deyir ki, yox, Türklərin hamısı belədir, mənim Türklərdən də zəhləm gedir. Bu hardan gəlibdir? Bu onu kurumsallaşdırıbdır, onu ümumiyyətləşdiribdir, sistematik eləyibdir, dəstəbəndi eləyibdir. Tamam. Deyir, bunun doğasında daha belə bu kurumsallaşmaq, onun doğasında olduğuna qərar verir. Deyir, o qərar verir, təsmin tutur ki, yox, bu o sümürgəçi. Bu müstəmirələrin, Türklərin doğasındadır, təbiətindədir. Bunlar əslən bədəxlaqdırlar. Demir ki, bunların işi yoxdur, gücü yoxdur, əhliyallarından müşkülləri var. Bunların o zaman ki olmadı, hər şey deyər bir-birindən. Bundan sən xoş əxlaqlıq gözləyə bilməsən. Tamam. Gəldik, yetişdik, hara? Qərar verir. O qərar vermək ərəbcə sözdür, qərar. Bizdə farslar təsmin deyirlər. Biz də elə qərar işlətmişik, eləm, bunun türkçəsini bilmirəm. Sümürgələşdirilən dedim, bizlər ki, sümürgə olmuşuq da. İndi məsələn, mənim dostum ki, bugün bunu sözü mənə dedi, onun beyni sümürgəçilikdə çox dərin sümürgələşibdir. Sümürgələşdirilənin nə yaparsa yapsın, nə iş görürsə görsün, nasıl bir həyəcanla yaklaşırsa yaklaşsın, nə cür bir həyəcanı bunun vardır, bir mövzuya yaxınlaşır, ondan yaxınlaşsın, tənbəl olmaqdan başqa bir şey olmayacağı belirlənmişdir. Deyir ki, bunun üstünə qoyulmuşdur ki, bu tənbəldir. Nə cür çalışsın, nə cür zəhmət çəksin, nə cür fikir eləsin, kitab yazsın, şeir yazsın, roman yazsın, siyasətə girsin, döktürlük eləsin, mühəndislik eləsin, iş işləsin, falan bəhman. Deyir, o nəsil olur olsun, o tənbəllik olmaqdan çıxa bilməz. Çünki ona möhür vurdular bunun arımla. Türkə bunun möhrünü vurdular. Deyir, ondan çıxa bilməz. Hardan biləcəksə bir insan daha çox zehni müstəmiri olub, daha çox beyni yıxanıbdır, değişilibdir, fars düşüncəsi ilə sizlə danışır. O zaman ki, deyir mənim türklərdən zəhləm gedir. Kaş türk olmayayım. Niyə? Bunun zehnində türklərin hamısı istisnası yoxdur. Hamısı pisdir. Bu fikri haldan almışıq, bu fikri beynimizə soxublar. Beynimizi yuyublar və bizi bu halə gətiriblər. Mən istirdim ki, bu sətrimizi qutaraq, bəlkə eləyə bilək qutaraq, amma deyir 20 saniyəm var. Görək, eləyə bilsək, yox dostlar, qutara bilməyəcəm. O sürətlə gedir, mən də burada itirdim elə. Burada əlamət qoyum. Yarın ömür olsa və fürsət olsa dostlar, bu dərsimizi davam edəcəyik. Sizin